Biz daxili müayinəyə başladıq. Daxili müayinədə aşkar elədiyimiz dəyişikliklər heç də birincidən fərqlənmirdi, birinci qardaşdan. Başın dəri örtüyünün iç səthinə qansızmalar, baş beynin sərt və yumşaq qişalarına qansızmalar, döş qəfəsinin küt travması, sıxılması. Deməli, niyə biz sıxılma qərarına gəldik? Döş qəfəsində ən çox, xüsusilə iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Sol tərəfdə sol məmə xətti və ön qoltuqaltı xətt üzrə sınıqlar. Sağda isə paravertebral onurğanın sağ tərəfi boyunca sınıqlar. Bu hiss olunur ki, ön sol tərəfdən güclü sıxılmışdır və həm solda ön tərəfdə, sağda, arxa tərəfdə bütün qabırğalar hamısı sınıqlar. Kobud sınıqlardır, yer dəyişən sınıqlardır. Onlar da ağciyəri zədələyiblər. Hətta qabırğalardan birini biz tapa bilmədik, onu oradan götürüblər. Biz bir-bir qabırğalara baxdıq, qabırğanın biri yox idi. Qabırğaların iki tərəfli çoxsaylı bir neçə anatomik xətt üzrə yer dəyişən sınıqları diafraqmada qansızmalıdır. Paranefral sahələrdə, yəni arxa tərəfdə, qarnın arxa divarında böyrəklərə ətrafındakı yumşaq toxumaya paranefral, hamısı qan idi. Paranefral sahələrdə qansızmalar, hematomalar, onurğanın döş qəfəsinin 7-ci, 8-ci fəqərə arası nahiyədə yumşaq toxmalarda yayılmış qansızmalar, xayaların və xayalığın qansırları, qansızmalar. Ölmə səbəb. Ölmə səbəb qeyd edilən çoxsaylı xəsarətlər ilə əlaqədar baş vermiş ağır post-travmatik şok olmuşdur. Bunlar hər iki şəxsin, meyidinin bu gecə bizim tərəfimizdən xarici və daxili müayinələrinin nəticələridir. Kəskin ziddiyyət ikinci meyiddədir. Ölümün səbəbinin ürək çatışmazlığı verdikləri halda biz tamamilə başqa xəsarət tapdıq.